Əgər beliniz incə deyilsə, amma zərif görünüş istəyirsinizsə, həqiqətən işləyən yanaşmalar bunlardır. Həcmə nəzarət. Əgər üst və alt hissə eyni dərəcədə genişdirsə, bədəniniz daha düz görünür. Sadəcə bir zonada həcmi azaltmaq kifayətdir. Daha yığcam üst, rahat alt və ya əksinə. Beləcə xətt və forma hissi yaranır. Vurğunun dəyişdirilməsi. Beli mütləq kəmərlə vurğulamaq lazım deyil. Çox vaxt vurğunu yuxarı və ya aşağı hissəyə çəkmək daha effektlidir. V formalı dekoltə, maraqlı çiyni xətti, çanaqlarda vurğu bu silueti daha proporsional göstərir. Beldə yarım oturan kəsim. Həddindən artıq dar geyim fərqin olmamasını daha çox vurğulayır. Tam oversize isə onu tam gizlədir. Orta variant daha səliqəli nəticə verir. Geyim formanı təkrarlayır, amma hər xətti qabartmır. Parça seçimi. Yumşaq axıcı materiallar sərt və qalın parçalardan daha yaxşı oturur. Onlar bədənin orta hissəsində artıq həcm yaratmır. Əgər bəlx etdi ifadəli deyilsə, bu o demək deyil ki, bədəniniz həmişə düz görünəcək. Əsas olan silueti bədəninizin güclü tərəflərinə əsaslanaraq qurmaqdır. Bu zaman ümumi görünüş harmonik alınır.